Avropadan salam herkese. Bugün ayın 3'ü, 3 may 2025-ci ildir. Bəli, Avropadan salamlar dediyim kimi bu nə eləmək istəyir? Sizə biraz Avropanı göstərmək istəyirəm. Buradaki arabaları, buradaki maşınları, buradaki yaşayışı. Belə televizyon daşınma olanda cərimə yazılmır, amma cərimə belə arabayı saxlayıb getsən, avtomobili saxlayıb getsən, cərimə yazılır. Cərimə yazılır, nəinki cərimə evakuatora aparılır və sonra o adam araşdırılır. Burada yol mədəniyyəti, velosiped mədəniyyəti çox inkişaf edib həqiqətən də. Volkswagen Polo xarab olub. Deməli, mən Fransadayam hal-hazırda, Strasburg şəhərində və buradan Almaniyaya keçirəm, oradan da İsveçrəyə keçəcəm. Şəhərdə, Avropada çox yerdə, ümumiyyətlə şəhərdə maksimum sürət 50-dir. Amma daha sıx yaşayış yerlərində sürət 30-dur. Baxın, belə uşaqların insanlar dərsə aparır və ya gəzməyə aparır. Bu elektrik velosipeddir. Qiyməti də yoxdur, bir 3000 avro, 3500 avro var. Bu böyük bir pul deyil Avropa üçün. 3500 burada elə də böyük pul deyil. Araba, maşın almaq çox rahatdır. Çünki hər kəsin işi var. Avropa ümumiyyətlə maksimum gəlir, minimum xərclər olan bir yerdir. Fərqi yoxdur. Avropanın hər hansı bir ölkəsində olmağından asılı olmayaraq bu belədir. Burada iş saatı var, insanlar işləyir, saatı 12 avro, ölkələrə görə dəyişir. Polşada saatı məsəl üçün 5-6 avrodur, Fransada 12-15, Almaniyada 13-17, 15 belə dəyişir. İsveçrədə 23-24 frankdır işin bir saatı və 8 saat normalda iş saatı var, həftədə 35 saat. Və beləliklə gəlirlər, yardımlar. Gördüyünüz kimi bu avtomobil Opel Insigma Estoniyadan gəlib Edi. Belə dostlar, çox rahat. Şəhərdə heç kimi piyada zolağında avtomobil vurub öldürmür. Mən neçə ildə Avropadayam, nə xəbərlərdə, nə də canlı şahidi olmuşam. Heç bir yerə maşın çırpılmır, kimsə ölmür, kimsə kimi vurmur. 50 qoyulubsa, 50 də sürürsən. 50-dən çox sürdün, evə cərimə gəlir məktub şəklində. Heç kimsəni yolda saxlamır. Evə cərimə gəlir, 1 cərimə, 2 cərimə, 3 cərimə, 4 cərimə, 5 cərimə, bir xeylam cərimədən sonra artıq sənə bir məktub gəlir ki, qardaş və ya xanım, bəy və ya xanım, gətir sürücülük vəsiqəni sən ver bizə. Sən maşın sürməyə layiq deyilsən Avropada. Bu radardır. Belə, burada qanunlar, qaydalar var. Burada səni polis yoxlamır heç yerdə. Polis yoxlaya bilər hansı şəkildə, sən əgər dəlillik elirsən yolda. Burada insanlar var ki, 10-15 il mən artıq bu barədə demişəm, söyləmişəm. Yəni, dəlillik eləmək üçün sənə polis gəlib daldan saxlayan dörküz ver yolun sağına, saxla, bu nədir, nədir? Hər kəsin avtomobil nömrəsində sığorta var. Artıq polis sənin arxanda gələndə nömründən yoxlayır ki, bu arabanın sığortası var, yoxsa yoxdur. Burada kimin maşını böyükdür, kimin maşını bahalıdır, o haqlıdır. Belə bir anlayış yoxdur. Avropada əsas da başqa dəyərlərə
daha çox üstünlük verilir insani dəyərlərə, yəni pul, maşın, bahalı saat, bahalı ayaqqabı burada o qədər də yox, vəbşə rol oynamır. Belə şeylər, belə mövzular, belə anlayışlar adətə ac ölkələrdə olur. Burada toxdur hər kəs. İstəyirsən sən qaçqın kimi gəlmisən bura, bura düşdünsə sənin tibbi sığortu verir dövlət, evlə yerləşdirir. Bu ölkələrə görə dəyişir. Almaniyada kampdır, Fransada oteldir, İtaliyada oteldir, İspaniyada oteldir, İsveçrədə kamp, Hollandiyada kamp, belə. Kamp yəni lagerlərdir. 3000-5000-dən ibarət insan bir yerdə yaşayır. Hərəyə bir ev, palatka da var, bunların içində çadırda qalanlar da var. Bəli, Fransada olduğumuza görə maşınları, arabaların hamısı bunların öz istehsalları var. Peugeot, Renault, Citroen. Kitay avtomobili yoxdur burada. Baxın, görürsünüz, yoxsa yox. Yoxdur burada həqiqətən. Mən görməmişəm. Nə Almaniyada, nə Fransada, nə İsveçrədə. Hələ BMW, Mercedes, Volvo, bir də fransız avtomobilləri. Amma Kitaylılar, Çinlilər özləri də burada Alman avtomobili sürürlər. Belə, yəni Avropada yaşamağa dəyər. Ən azından insan işinə, insan əməyinə qiymət verilir və hər halda sən yaxşı yaşayırsan. Hər şey əl çatan olur. Avtomobil almaq istəyirsənsə, burada Azərbaycanlıların bir sözü var Avropada. Deyir ki, burada bir doğğa pişirmək bir maşın almağa bərabərdir. Yəni necə? Burada hər cür maşın var, avtomobil, hər qiymətə 50 evroya, 100 evroya, 200 evroya, 300 evroya. Day bizdəki kimi kosmik qiymətlər yoxdur. 99-un Mercedesi 12.000 manat, 13.000 manat, 14.000 manat, artıq yağış yağmağa başlayır. 14.000 manat 7.000 evrodan çox eləyir hardasa. 7.000 evroya burada yaxşı bir samballı Mercedes almaq olar. 2013-ün, 2014-ün normal bir maşın almaq olar. Bəli dostlar, Avropa belə. Gənclərə məsləhət görərdim ki, oxumaq kimi gəlsin, tələbə vizası ilə. Əgər yaş ötübsə, işçi vizası kimi gəlsin, işçi vizası ilə gəlsin, işçi kimi. Və bu dəqiqləşdirsin rahat. Polşada misal üçün səni çağırırlar mebel fabrikasına, saatı 5 evrodan, 12 zlotdan. Amma gəlirsən səni toyuq fabrikasına işə düzəldirlər, qaçırsan toyuq tutursan, işin toyuq düzə tutmaq olur, kəsmək olur. Ondan sonra da insanlar buna dözmür, geri qayıtmaq çarə tapa bilmir, geri qayıtmağa məcbur olur. Geri qayıtmayın, o qədər pul vermişsiniz, gəlin Fransada, Almaniyada, İtaliyada qaçqınlığa verin. Olmaz, stop basıb, onsuz da dövlət sizin biletinizi alıb sizi geri göndərəcək. Bəli dostlar, artıq Fransa qutarır. Bura Strasburg şəhəri idi. Strasburgu Almaniyanın Kel şəhəri ilə, yəni Fransanı Almaniya ilə bir Ren çayı ayırır. Mən sizə göstərəcəm. Artıq Strasburg bitdi. O öndə görünən bina Almaniyadır. Bəli dostlar, belə bir Ren çayı ayırır. Buradan insanlar yeriyə avtomobillə və ya velosipedlə gedirlər. Əvvəllər yoxlama yox idi, amma 6 aydır Almaniyada reyd keçirilir, yoxlama var. Amma belə də heç bir yoxlama yoxdur. Öbür tərəf tramdır. Buradan insanlar yeriyə də keçir, velosipedlə. Yəni heç bir problem, heç bir yoxlanış, heç bir necə deyərlər, nastreni körləmək, keyf-haval körləmək yoxdur belə bir şey. Rahat gəldiyin kimi də gedirsən. Gördüyünüz kimi, baxın, bax, Peugeot, Volkswagen, Citroen. Yoxdur Kitay maşını. Baxın, artıq bura Baden-Württemberg əyalətidir. Almaniyada 16 əyalət var. Baden-Württemberg
əyalətidir. Mən indi hal-hazırda gəldiyim yerdən Almaniyaya 5-6 dəqiqə avtomobillə yoldur. Velosipedlə də elə daha kəsə gəlirsən, daha az svetofor gözləyirsən. Tram da gəlir, tramvay. Tramvay gəlir, o da 3-4 astanovkadır. Hər astanovkanın da arasında 2 dəqiqə vaxt var. Bəli dostlar, gördüyünüz kimi Almaniya rahat, bu ölkədən o ölkə. Bütün Avropada belədir. Bir dənə İsveçrədə belə ara-sıra yoxlama olur. Amma orada da yollar var. Məsəl üçün bu federal yoldur, biz getdiyimiz ana yoldur. Amma o dediyim kimi burada bir neçə körpülər var. İstəyirsiniz yeriyərək, istəyirsiniz velosipedlə və ya tramla keçə bilərsiniz. Oralarda heç səni itirib axtaran olmur. Nə yoxlama olur, nə bir şey. Belə yəni, artıq bura Almaniyadır. Kel şəhəri. Burada artıq hər şey başqa, dil başqa. Yolun qırağında radarlar fərqlənir. Qanun qayda, yol panoları, yəni yol göstəriciləri artıq başqa rəngdə. Məsələn, burada sarıdır, Fransada göydür, ağdır, İsveçrədə də belə. Yəni dostlar, rahat buradan hal-hazırda tök benzini, al benzin, istədiyin İspaniyası, Portugaliyası. Baxın, bura Almaniyanın gömrüyüdür. Artıq polis arabaları öz sözünü deyir, BMW. Bu da burada həm Fransız polisi, həm də Alman polisi işləyir. Bu Peugeot'dur, Fransız polisi. O birisi Mercedes'dir. O Almanlarındır. Bəli dostlar, tram Fransadan gəldi, tram girdi Almaniyaya. Yəni o qədər çox fərqlidir. Fransız polisinin maşınının, arabasının polis nişanları belə fərqli rəngdədir. Almanlarınki də ayrıdır. Yəni belə Fransadan Almaniyaya gələn avtobusları, böyük avtobusları yoxlayırlar. Amma Fransadan Almaniyaya keçənləri yoxlamırlar. Bu da dediyim kimi reyddir. Kağızsız, dokumentsiz, nelegal, qaçaq adamları axtarırlar. Amma belə heç bir problem olmadan keçirsən. Rahat. Kimsə durdursun, sənət yoxlasın, ay elə, ay belə. Yox, belə bir şey yoxdur, rahat. Bura artıq Almaniyadır. Dostlar, başqa stil. Ümumi olaraq Avropa stili eynidir, amma fərqlənir, fərqli yerlər çoxdur. Ford var, ara sıra Ford görünür. Hyundai, Kia. Bu Almanın radarıdır, baxın. Bax, bu Almanın radarıdır. Gördünüz, Fransada turba üstündə ağ-qara idi. Almaniyada isə pütürüm turba 3 kamera olur. Bəli, dediyim kimi Almanın yol göstəriciləri sarı rəngdədir. McDonald's var, rahat. Mən hal-hazırda işimlə əlaqədar Stuttgart'a gedirəm. Oradan daha İsveçrəyə qayıdacağam. Demək istəyirəm ki, 6-cı günləri əgər işləyirsənsə, işin 2-yə vurulur, iş saatın. Misal üçün 12 euro idisə 24 euro olur. Ona görə də bu gəlmədi. Heç vaxt Avropalı belə keçməz. Bunlar hamısı gəlmədi. Baxın, görün hardan keçmək istəyir yolu. Belə yəni şeylər olur. Bunlar da zamanla ya cərimə olunurlar, ya da nəsə artıq qaydayı pozmurlar. Baxın, Almaniya, Volkswagen, Opel, yəni öz sözünü deyir. İrəlidə göstərəcəm sizə Mercedes zavodunun dilləri satış Mercedesləri satır, BMW-lər, Volkswagenlər. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu torpaq Baden-Württemberg torpağıdır və paytaxtı Stuttgartdır. Stuttgart Mercedesin vətənidir, bildiyiniz kimi. Yəni burada Mercedes heç neçə. Elə olur ki, mən bir neçə il bundan əvvəl burada işləyirdim bir türk arkadaşla. İşimiz nədən ibarət idi? Baxın, taksilərə baxın burada. Buradakı taksilər 2022, 2023, 2024 Mercedes BMW-lər. Yəni bizim o SNG-də, bizim vətəndə genələ maşın sürürlər, o Mercedesləri, BMW-ləri loğalanırlar. O Mercedes burada
taksidir. Özdə ekonom klass. Lüks klass, McLaren gəlir, Maybach gəlir, Range Rover'lər hamısı ekonom klassdır burada. Belə yəni, rahatdır, hər tərəfdən rahatdır burada yaşamaq. Düzdür, gələn kimi sənə bal çörək vermirlər gələyi. Əziyyəti var, amma əziyyətə qaplanıb, hər əziyyətin arxasında təbii ki, yaxşı yaşayış var. Baxın, bura Volkswagen'dir. Volkswagen'in zavodu dilleridir, burada satılır. BMW də var, Mercedes də var. Belə dostlar, mən hal-hazırda gələndə yağışa düşmüşəm. Ona görə də fikirləşdim ki, İsveçrəyə gedəcəyimə görə maşın təmiz olmalıdır. Dostlar, mənim maşınım 2017-də İsveçrədə mənim maşınıma lağ eləyir. Bir-iki Azərbaycanlı türk var. 2024-2025 olmalıdır, 2023 minimum. BMW-yə baxın dostlar, hərə özü gəlib avtomobilin yuyur. Belə, özün yuyursan, motorxana yumaq cərimədir. Burada da bax, kamera var, çəkir səni. Motorxana yusun, gəlib sənin, necə deyirlər, pişiyi durmaşdırar ağaca, polis. Bura Almaniyadır, Fransada, İspaniyada artıq hərəkət eləyə bilərsən. Yəni, Fransa çox azad bir ölkədir, sənə heç nə eləməyəcəklər. Amma Almaniyada sən sırazı gəlib qulağı kəsəcək polis. Yaxşı bir cərimə ilə və ya maşını əlindən almaqla və ya bir çox şeylər var. İndi sənin sənətin, sənin vəziyyətin burada çox böyük rol oynayır. Sənətsiz olsun, sırazı deport kampa, hansı ölkədən gəlirsənsə, ora sual göndərirlər. Ora sual göndərirlər ki, ay, deyəlim, Fransa, belə bir adam tutmuşam burada, sən buna sənət vermirsən, nə istəyirsən, bunu istəyirsən, istəmirsən. Fransa deyir ki, mən o adamı istəmirəm. Məsəl üçün, fərqi yoxdur, istəyirsən, oturumun var burada 10 illik, istəyir oturumun yoxdur. Fransa dedi ki, mən bu adamı istəmirəm, sənin işin bitdi. Alman kampına, oradan deportluğa görə, oradan da gəldiyin ölkə, hardan gəlmirsən. Belə dostlar, bu qədər. Yəni, belə şeylər var. Demək, gəlirsən bura belə. Mənim maşınım Citroen Grand Picasso'dur, Fransa istehsalıdır. Ailə avtomobilidir, 7 nəfərlik. 1.6 dizel, 92 at gücü. Nömrəmi göstərməyəcəm, amma marka göstərəcəm. 1.6 at gücü, 1.6 dizel, 92 at gücü və sürətlər qutusu robotdur. Bu manueldir, bu da avtomatdır bu şəkildə. Çox ekonomlu, çox gözəl, çox rahat bir maşındır, 7 nəfərlik. Şəhərin içində 4 litr yarım, 4 litr, amma trasta isə 3 litr yarım. Deməli, beləliklə dostlar, bura 1 euromuzu atırıq, 1 euro. Atdıq bura 1 euromuzu. Nə inirik? Şampun. Getdik şampunla. Deməli, dostlar, ən yaxşı şampun vuran Almaniyanın İsveçrədir. Fransa yaxşıdır, İspaniya yaxşıdır. Nə oldu? Bu şampunu tutarıb nədir? Yox, gəldi. Baxın, Fransada yaxşıdır. Yaxşı deyil. Deməli, maşını da yuyanda dostlar, yuxarıdan aşağı çalışın, gedin. İndi mənim başım qarışdı kameraya. Yuxarıdan aşağı belə dəli qızı çimizdirmək lazımdır. Belə kefin istəyər. Yuxarıdan aşağı. Bu mütləqdir, bu bir prinsipdir. Bu bir prinsipdir dostlar. Çünki su qalxdıqca, aşağıdan yuxarı getdikcə, yuxarı su gəlir, aşağıdakı şampunu da yeyir, şampunu da təmizləyir. Çünki burada bildiyiniz kimi ximik proses getməlidir.
ki, təmizlənsin. İndi mən bu günləri bir əlimdə kamera, bir əlimdə avtomobil yuyuram. Amma normalda dostlar bu şəkildə aşağıdan yuxarı, belə hər kəsə yaxşı maşın sürməyi diləyirəm. Allah nəsib eləsin. Çıxın bu 07-dən, 06-dan. O maşın deyil. Həqiqi sürməli maşınlar var. Deməli, belə dostlar, gözləyirik burada. Bu şampun öz işin görsün də, yəni ləkəni kiri yitsin. Əgər avtomobili ağacın altında saxlayırsınızsa, ağacın şirəsi sizin müəyyən vaxtdan sonra maşınızın lakını, üst qatını, üst təbəqəsini, sonra da kraskasını yeməyə başlayır. Ona görə də tez-tez avtomobili yumaq lazımdır əgər ağacın altındadırsa. BMW-nin səsini eşitdiniz? Vahimədir də BMW. Burada belə bir şey var və mən indi bunu dəli qızı bu şəkildə yenə də aşağıdan yuxarı gedirəm. Nəysə dostlar, can, bu da Peugeot da var. Nəysə, bu qədər dostlar. İmkanım olduqca sizə maraqlı şeyləri çəkib göstərəcəm. Bu da Lidl-dır da, Lidl. Almaniya çox təmizdir dostlar, həqiqətən. Oldu, özünüzdən yaxşı baxın, xeyirli günlər sizə, uğurlu günlər.